Bir müəllimə bir dəfə bu qıza ayaqqabı almışdı. İllər sonra isə həmin qız onun bütün həyatını dəyişdi. Məşhur Rihanna, Barbadosda kasıb bir ailədə böyüyüb və dəfələrlə uşaqlığımın çətin keçdiyini deyib. Bəzən hətta ən əsas şeylərə belə pul çatmırdı. Məktəbdə müəlliməsi onun normal ayaqqabısının olmadığını görüb və öz az maaşı ilə ona sadəcə ayaqqabı alıb. Bir çox insan bunu xırda bir şey hesab edə bilərdi, amma Rihanna bunu ömrü boyu unutmadı. İllər keçdi və o kiçik qız dünya ulduzuna çevrildi. Onun adı bütün dünyada səslənirdi. Sonra o, müəlliməsinin çətinliklər yaşadığını öyrəndi və qarşılıq olaraq ona maliyyə baxımından kömək etmək üçün ev aldı. Bunu isə səs-küysüz, sadəcə minnətdarlıq hissi ilə etdi. Bu hekayə göstərir ki, bəzən ən kiçik yaxşılıq belə insanın yaddaşında əbədi qalır və gözləmədiyin anda sənə geri qayıdır. Bəs siz müasir dünyada yaxşılığa necə yanaşırsınız? Sizcə yaxşılıq geri qayıdır? Fikirlərinizi şərhlərdə yazın. Daha faydalı kontent üçün Alovlan kanalına abunə olun.